Vaşinqtonun Milli Qvardiyasının əskərləri üçün uzun müddətdir gözlədikləri qarşılama mərasimi əsl bayram oldu. Mənə elə gəlirdi ki, avtobuslara oturub gedəcəyik, amma bu qədər insanı burada görməyə çox şadıq. Serjant Terence Smith belə təntənə ilə qarşılanacağını gözləmirdi. Onun həyat yoldaşı və 7 yaşlı qızı 11 aydır onun İraqdan qayıtmasını gözləyirdilər. Görüşümüzü biraz soyuq təsəvvür edirdim, amma onu görən kimi onun üçün nə qədər darıxdığımı başa düşdüm. Hisslərim aşıb-daşmağa başladı. Smith 2003-cü ildə Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra ölkədə ikinci parlament seçkiləri keçirilən vaxt İraqa göndərilmişdi. Görürəm ki, artıq oradan getməyə hazırıq. Fikrimcə, idarəçiliyi İraqlılara verməyə hazırıq. Mənim birləşməm yerlilərlə yaxından işləyirdi və mənə elə gəlir ki, onlar qabiliyyətlidir. Lakin İraqlıların ölkənin nəzarətini tam ələ götürməsi üçün sabit hökumət lazımdır. Yeni hökumətin formalaşması isə aylar sürə bilər. 2005-ci ildə parlament seçkiləri zamanı yeni hökumətin formalaşdırılması 5 ay çəkdi. Pentagon rəsmiləri bildirir ki, hazırda İraqda olan 96 min Amerika əskəri keçid prosesi orada qalmağa davam edəcək. Hakimiyyətin dinç yolla keçidi baş verəndə ABŞ böyük sayda əskəri qüvvəni ölkədən çıxarmağa başlayacaq. Bu əskərlərin çoxu İraqı tərk etdiklərinə sevinir. Evə qayıtmağımı səbirsizliklə gözləyirdim. Əskərlər İraqdan qayıtsalar da, bu onların bəzisi üçün hələ tam evə dönmək demək deyil. Onlar başqa ölkədə yerləşdiriləcəklər, Əfqanistanda. Lauren Taylor'un nişanlısı Serjant Christopher Miller Əfqanistana gedəcək. Mən o nə etsə onu dəstəkləyirəm, o vətənini müdafiə edir. Mən də onunla bir fikirdəyəm, deyə Lauren bildirir. Miller isə deyir ki, bir qədər dincəlməyə çalışacaq. Sözlə ifadə etmək çətindir, qayıtmağıma çox şadam. O evə vaxtında qayıdıb. Aprelin 23-ü onların toyudur. İraqda qalan Amerika əskərləri üçünsə əsas tarix 2011-ci ildir. Bu, ABŞ prezidenti Barack Obama'nın Amerika hərbi qüvvələrinin İraqdan tamamilə çıxarılması üçün qoyduğu vaxtdır. Vaşinqtondan Dilşad Əliyarlı, Amerikanın səsi.